251-ci yılda, yəni Həzrət Məhdinin doğumundan 4 sənə öncə. Doğru. O savaş Müslümanlarla Qeysərin arasında oldu. Bizans ülkəsində, yəni Anadolu deyilən ülkədə. Bəli. Orada çoxlu Hristiyanlardan öldü. Onların sayını Suyuti 30.000 kişi ölü və 30.000 kişi əsir deyə bəhs edir. Tarix-ül Xulafə kitabının 336-cı sayfasında. İbn Əsirdə Əl-Kamil kitabında 7-ci cildinin 167-ci sayfasında bundan bəhs edir. Yaqut yazar ki, Yərmuk olayında Qeysər Rum da özü gəldi o ordu ilə bərabər. Bunu da üçün orada bizim hədislərdə deyir ki, sənin cəddin də gələcəkdir. Onun gəlmanından bəhs edirik. Biz kəlmə be kəlmə hədislərdə olan o kəlmələri gətirib tarixdən, Bizansın tarixindən əldə etmişik və onlarda İslami tarixlərə qənaət etməmişik. Bəlkə məsələn Vildorant kimi bir Hristiyan və beynəlmiləli olan bir uluslar arasında olan bir tarixlərdən də onları almışıq. Doğrudur. Yəni bu hadisə tarixdə bəllidir. Yəni onlar ki, istəyirlər şübhə salsınlar, onların şübhəsi kamilən boş bir şübhədir. Sadəcə istəyirlər ki, bir iddə əfradı bundan münhərif etsinlər. İmam Hadi əleyhissalam onda ki, Həzrət Nərgiz xatunu gördü, buyurdu ki, gedin və həkiməni çağırın. Doğrudur. Və onun bacısı olan, İmam Hadinin bacısı olan Həzrət Həkimə gəldi. Budur, hahiyə, o dediyim hanım budur. Bəli. Bunu götür eviva və buna təalim-i dini öyrətkinə. Onda ki, Həzrət Əbu Muhammədə kamilən bir layiq hanım oldu, mənə xəbər ver. Doğru. Və bu ayrı imamların da anasında ittifaq düşübdür. Mesela İmam Hüseyin aleyhisselam o günü ki Həzrət İmam Səccadın anası olan Şəhrabanunu gətirdilər. Əmirül-Möminin onu tapşırdı Həzrət Zeynəbə. Budur Zeynəb bunu götür eviva və din əhkamını buna öyrətkinə. Bir az müddət sonra gəldi ki, kamilən dinin əhkamını bilir. Ondan sonra gəldi İmam Hüseynin evinə və İmam Səccada ana oldu və 9 imama ana oldu. Və bugün göyün altında Həzrət Nərgiz xatundan daha mutlu, daha xoşbəxt, daha saadətli bir insan bula bilmərik ki, mələkəyi aləm İslamdır. Həzrət İmam-ı Zamanın anasıdır və bütün insanlar bu 12 əsrdə və bundan sonra yüzlər əsrdə bu hanımın çox əzizi Həzrət Məhdi əleyhissalamın ümmətindəndirlər. Həzrət İmam Hadi görərkən buyurdu ki, qızım, sənə mən bir bişarət verim ya bir caizə mükafat. 10.000 dinar qızıl para versəm sənə daha iyidir ya bir bişarət, dedi ya bişarət. Buyurdu, mən sənə bişarət verirəm bi vələdin yəmlikud dünya şərqən və qərbən. Öyle bir oğul ki bütün şərq və qərb aləm onun seytərəsində olacaqdır. Yəmlə rəzəqistan və ədra yerin bütün üzünü ədalətlə dolduracaqdır. Kəma mullət zülmən və covra. Odur ki, zülmünlə və covrunla dolubdur. Bu Qeybət-i Şeyx Tusidə 214-cü sayfada. Fəzl ibn Şazan o insanlardandır ki, İmam Əskərinin xidmətinə gəlibdir. İmam Əskərdən soruşubdur ki, ağa, istəyirəm biləm ki, sizdən sonra Allahın hüccəti kimdir? O gün daha İmam-ı Zaman doğmamışdı, dünyaya gəlməmişdi. Buyurdu ki, innəl imam və hüccətəllah min bədi səmiyyə Rasulillah. Bəndən sonra imam və Allahın hüccəti Peyğəmbərin adaşı. Yəni Peyğəmbərin ki, adı Muhamməddir, onun adı Muhamməd. Və kəniyyuhu və onun künyəsi, yəni o Əbul-Qasımdır, onun da künyəsi Əbul-Qasımdır. Əlləzi və xatəmü hüccətillah. Axərin hüccətdir, ən son hüccətdir və axəri xulafaihi və Həzrət Peyğəmbərin ən son xəlifəsidir. Cənab-ı Fəzl ibn Şazan soruşdu ki, anası kimdir? Doğrudur. Buyurdu ki, min ibnəti İbn Qeysər, Məlik-i Rum, Rumun
şahı olan, kralı olan Qeysərin oğlunun kızıdır. Bəli. Yəni Qeysərin torunu. Əla innəhu səyulət. Bilginə o dünyaya gələcək, doğacaqdır və yəğib ənin-nas və halkıdan qayıb olacaqdır. Qeybətən təvilə bir uzun zaman. Sümmə yəsərə, sonra zahir olacaqdır. Bunu Cənab-ı Fəzl ibn Şazan Həzrətdən öyrəndi. Çox yerdə kaynağı var. Onlardan biri Şeyx Hurr Amilinin İsbatül Hüdat kitabının 3-cü cildində 569-cu sayfada. Bəli. Əziz ustad, çox sağ ol, çox gözəl məlumat verdiniz. Həzrəti İmam Məhdi əleyhissalamın anası haqqında ki, Həzrəti Nərgiz xatun. Əziz ustad, qısa şəkildə zəhmət olmasa vurğulayardınız ki, İmam Zaman ağa dünyaya gələndə, yəni o mövlud günündə ki, Şaban ayının 15-idir, hansı qeyri-adi hadisələr baş verdi? Məsələn, bilirik ki, hər hansı bir peyğəmbər ya imam dünyaya gələndə o gün hər hansı bir qeyri-adi hadisə baş verir. Məsələn, İmam Əli əleyhissalamın Kəbədə dünyaya gəlməsi. Belə hansı hadisələrdən danışa bilərik? Həzrəti Həkimə xatun buyurur ki, Həzrət İmam Əsgəri mənə buyurdu, bu gecəni burada qal, Bəli. bu gecənin səhərində Allahın hüccəti dünyaya gələcək. Doğrudur. Elə ki, özə bu təbirlə icəli iftarəki hazihil leylə indənə. Bu gecə iftarımı bizdə etkinə fəinnəhə leylətun nisfi min Şəban. Bu Şəbanın 15-ci gecəsidir. Fəinnəllah təbarəkə və teala səyüsirə fi hazihil leylə əl-hüccə. Bu gecə Allah hüccətini aşikar edəcək və hövə hüccətu fi ərzə ki, Allahın hüccətidir yeryüzündə. Həkimə soruşdu ki, kimdən? Burada Nərcisdən. Dedi, mən onda əlamət görmürəm. Burada ondan dünyaya gələcək. Orada yenə uzun bəhs var, çünki zamanımız lap qısadır. Həzrət Həkimə buyurur ki, mən gecə gəldim, Həzrət Nərcisin otağında yatdım, onun odasında qaldım. Doğrudur. Gecənin bir zamanı gördüm, Həzrət Nərcis durdu ayağa, dəstəmaz aldı, gəldi, gecə namazı qıldı. Mən o Həzrətə ərz elədim ki, bir əlamət görürsən, burada hayır. Gəldi, namazlarını qıldı, ibadətini etdi, getdi ki, yatağına girdi və uzandı. Mən oturdum, tüm bəkliyirəm, müntəzirəm. Ta gördüm ki, ənqəribdir, tan yeri ağara. Yəni sabah ola. Doğrudur. Həzrət buyurdu, bu gecə sona yetişdi. Bəli. O birisi odadan səsləndi İmam Əsgəri ki, əmmə, darıxmacına. Bəli. Tam yaxındır ki, Allahın hüccəti dünyaya gələ. O halda gördüm ki, Nərcis xatun qalxdı. Xanım bir xəbər buyurdu, əvət, bir şeylər ehsas eləyirəm. O halda bir pərdə asıldı qeybidən. Doğrudur. Mənlə Nərcis xatunun arasında. Az zaman sonra bu pərdə qalxdı. Gördüm Allahın hüccəti səcdə halında. Səbbabə barmağında göyə tərəf tutubdur və Allahla raz və niyaz eləyir, münacat eləyir. O halda o bir odadan İmam Əsgəri səslədi ki, Həlümmi iləyyə ibni, mənim oğlumu gətir. Mən Həzrəti götürdüm və apardım İmam Əsgərinin hizmətinə. Aldı əlinə, buyurdu ki, oğul, danış. Qaş dəqqədir Həzrəti İmam Zaman mütəvəllid olubdur. Amma Allahın çox inayəti biz şiyələrə budur ki, hər bir kəlməyə ki, əqidəmiz var, Qur'andan ona dəlilimiz var. Əcəba bir günlük bir çocuk konuşa bilər, Qur'an-ı Kərim Həzrəti İsa'dan bəhs edir ki, Həzrəti Məryəmdən soruşdular ki, bu neredeydi? Dedi ki, özündən soruşun. Necə soruşaq? Keyfə nükəllimən kana fil məhdi səbiyyə? O tərəfdən Həzrəti İsa buyurdu ki, inni Abdullah ataniyəl kitab. Pəs Həzrəti İsa ki, bir günlüğüdür, o gəhvarədə danışdı. Həzrəti Ali əleyhissalam o gün ki, mütəvəllid oldu. Həzrəti Peyğəmbər aldı əllərinin üstünə, orada başladı Surə-i Qəd əfləhəl möminun oxudu. İmam Zaman əleyhissalam da o gün ki, neçə dəqqə idi ki, mütəvəllid olmuşdu, təşrif gətirdilər İmam Əsgərinin hizmətinə. Burada oğul danış. Həzrəti İmam Zaman əleyhissalam əvvəl
Allahın vəhdaniyyətinə şəhadət verdi. Sonra Həzrət Peyğəmbərin risalətinə, sonra tək-tək imamlara salam verdi. Ta babasına yetişti. İmam Əskəriyə salam verdi. Sonra buyurdu ki, Bismillahirrahmanirrahim və nuridu ən nəmunnə aləl-ləzinə stuz'ifu fil-əz və nəcələhum əymətən və nəcələhumul varisin. Biz istəyirik ki, onlar ki, yer üzündə zəifləniblər, onlara minnət qoyaq və onları imamlar qərar verək və onları yeryüzünə varis qərar verək ki, Qəsəs surəsinin 5-ci ayəsidir və kəsin olaraq İmam Zamanın haqqındadır. Və buyurdu ki, bunu götür, anasına da salam versin. Həzrəti Həkimə Xatun apardılar, Nərcis Xatuna da salam verdi. Bu çox geniş halda Şeyx-i Saduq Kəmaluddin kitabında 2-ci cildinin 424-cü sayfasında bəhs edibdir. Çox sağ ol əziz ustad, həqiqətən çox gözəl izah etdiniz ki, İmam Zaman ağa necə dünyaya gəlib və vurğuladınız ki, səcdə halında və anadan olduğu an danışmağa başlayır və Quran ayəsi deyir və ondan əvvəlki bütün imamlara salam deyir. Əziz ustad, Hadi TV olaraq sizə təşəkkür edirik ki, dəvətimizi qəbul edib studiyamıza gəldiyinizə görə. Əziz tamaşaçılar, bir daha bu mövlud münasibəti ilə sizləri Hadi TV olaraq səmimi qəlbdən təbrik edirik. Bizə ayrılan vaxt burada tamam olur. Allah amanında gələn görüşlərə qədər.